Sağ olun. Əziz balalarım, hörmətli valideynlər, sizi bugün münasibəti ilə təbrik edirəm. Allaha çox şükür olsun ki, gözlədiyiniz bir an gəlib bugün sizin də bizim də qismətimiz oldu. Siz fəxr eləməlisiniz ki, müstəqil Azərbaycanın azad balalarısınız. Siz bugün Azərbaycanda tam hüquqlu bir insan kimi yaşayırsınız və inşallah Allah onu da qismət eləyər ki, səsiniz daha yüksəklərdən gəlsin. Əziz balalarım, mən həmişə deyirəm, bugün də sizə deyirəm. Sizin hər biriniz ümumilli liderimiz Heydər Əliyevdən öyrənməlisiniz. Azərbaycanı sevməyi, Azərbaycanlı olmağı, Azərbaycanla fəxr eləməyi. Heydər Əliyev kimi insanlar tarixlərdə, əsrlərdə bir dəfə yaranır. Heydər Əliyev olmaq mümkün deyil. Amma bizim hər birimiz oxuduğumuz, işlədiyimiz yerlərdə Heydər Əliyevin bir damlası qədər xalqımıza xeyir verə bilsək, onda sözün həqiqi mənasında Azərbaycan daha yüksəklərə qalxacaqdır. Siz bu işdə ölkəmizə yardımcı olmalısınız. Çünki artıq azad həyata qədəm qoyursunuz. Azərbaycanı Heydər Əliyev kimi sevməlisiniz. Bugün bizim prezidentimiz İlham Əliyevin belə bir çıxış eləyir. Qara nefti, qara qızılı ağıllı başlara çevirək. O ağıllı başlar siz olmalısınız. Vətəni sevən ağıllı başlar olmalısınız. Xalqına xeyir verən ağıllı başlar olmalısınız. Siz bu il məktəbi qutarırsınız. Həm də seçici olacaqsınız. İlk səs verən insan olacaqsınız. Siz bizə ümmilli liderimizin ən böyük hədiyəsi olan İlham Əliyevə səs verəcəksiniz. Çünki o, bizim xalqımızı sözün həqiqi mənasında xoşbəxt gələcəyə aparır. Baxın, gündən günə inkişaf edən Azərbaycanımıza baxın, Bakımıza baxın, dünya xalqlarının içində səsi gələn Azərbaycanımıza baxın. Bu məhz bizim prezidentimizin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Biz bu ildə prezidentimizə səs verməliyik ki, onun bu siyasəti daim davam eləsin, inkişaf eləsin və onun başçılığı altında Qarabağda bizim bayrağımız yerlənsin. Mənim ən böyük arzum odur ki, Şuşuya Azərbaycan bayrağını taxan məhz 39-un şagirdləri olsun. Allah o günü bizə qismət eləsin. 39-un şagirdləri Qarabağda bayraq qaldırsınlar. Bugün İSESCO-nun və UNESCO-nun xoşməramlı səfiri Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyeva Azərbaycan muğamını dünya tanıdır. Azərbaycan mədəniyyətini dünya tanıdır. Gəlin o işlə biz ona uğurlar arzulayaq. Qoy bütün dünya bilsin ki, Azərbaycan dünən yaranmış bir respublika deyil. Azərbaycan xalqı dünən yaranmış bir millət deyil. Azərbaycanın qədim keçmişi var və bu keçmişlə siz Azərbaycanlı olaraq hər biriniz fəxr eləməlisiniz. Əziz valideynlər, sizin hamınızı bağrıma basıram. Əziz balalarım, hara gedirsiniz gedin, harada olursunuz olun. Unutmayın ki, siz 39'u qutarmısınız. Bu məktəb hər an, hər zaman sizin arxanızdadır və sizi öz qoynunda görməyə alqışlayır. Biz keçən il belə bir qərar qəbul eləmişik. Hər il fevral ayında məktəbimizdə görüş olur. Sizləri də o görüşdə görmək bizdən ötəri şad olar. Bir daha hamınızı təbrik eləyirəm. Yeni həyatda sizə uğurlar arzulayıram. Qoy Allah daim başınızın üstündə olsun. Sağ olun. Bizim məktəbin uğurları çoxdur. Və bizim məktəbin ən böyük uğuru isə bütün Azərbaycan xalqı kimi Heydər Əliyevi hamıdan daha çox sevmək, onun qarşısında öz borcunu hamıdan daha çox verməkdir. Bugün ümmilli liderimizin 90 illik yubileyi olmuşdu. Həmin yubileydə məktəbimiz 4 böyük tədbir və bir video çəkilişlə iştirak eləmişdi. Həmin tədbirləri hazırlayan insanları biz bugün təltif edəcəyik. Qabaqdan. Hə, müəllimlərdir. Birinci özünü ver. Nərmanov rayon 39 sayılı tam
tam orta məktəbin kimya müəllimi Qasımova Nəhayət Həsən qızı, ümmilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırladığı Heydər Əliyev və Azərbaycanda kimyanın inkişafı yolları adlı elmi praktik konferansına görə fəxri fərmanla tərtib edilir. Müəllimə təbrik edirik. Nərmanov rayon 39 sayılı tam orta məktəbin İngilis dili müəllimi Əhmədova Şəhla Ənvər qızına ümmilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə İngilis dilində hazırladığı ədəbi bədii gecəyə görə təltif edilir fəxri fərmanla. Şəhla müəllimə. Bəs bax gör hardadır? Semada yoxdur. Nərmanov rayon 39 sayılı orta məktəbin ədəbiyyat müəllimi İbayeva Gülarə Hüseyin qızına ümmilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırladığı davam edən ömür adlı ədəbi bədii kompozisiyaya görə bu da sizin diplomu, fəxri diplomu. O birisi müəllimələr gəlməyir. Nuranə gəlməyir. Demiş yanına çağırır. 5-ci asıl müşahidə, idmançılarımız. Bundan başqa Səma müəllimə, Nuranə müəllimə xüsusi tədbirlər hazırlamışdılar. Coğrafyadan, ekologiya və Heydər Əliyev tədbirləri həm müəllimələr ola bilsin bugün tədbirimizə gecişib ki, biz onları da təbrik edirik xüsusi işlərinə görə. İngilis dili müəllimlərimiz isə 2 saat İngilis dilində bizim uşaqlar İngilis dilində Heydər Əliyevdən danışmışdılar. Bu bizim fəxrimizdir. Biz bundan fəxr edirik ki, dünya xalqlarının dilində, dünyada xalqların danışdığı birinci dil olan İngilis dilində bizim 6-cı 7-ci sinif şagirdlərimiz tədbir aparmışdılar. Buna görə biz fəxr edirik, həm müəllimlərdə təbrik edirik. Bundan başqa bizim idmançılarımız var. Bugün qabaqdan bizim məktəbin ən gözəl fəxrlərindən biri də odur ki, məktəbimizin ibtidai sinif müəllimi Güləndam xanım bu il qabaqcıl təhsil itisi olmuşdu. Güləndam xanım zəhmət olmasa bura gəlsin. Onunkudur? Yox, saxlan. Təbrik edirəm müəllimə. Sağ olun. Əyləş. Nərmanov rayon 39 sayılı tam orta məktəbin ibtidai sinif müəllimi Məlikova Sədəqət Siyavuş qızına ümmilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə hazırlanan tədbirdə fəal iştirakına görə balacalara Heydər Əliyevi sevdirdiyinə görə təltif olunur. Sədəqət müəllimə. Təbrik edirəm. Təbrik edirəm. Şahbazlı Ergiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Heydər Əliyev kuboku 2010-cu Kux Karate idman növü üzrə Respublika turunda 55 kilogram 801-ci yer tutduğuna görə